Xüsusilə Məhərrəmin ilk 10 günü birindən Aşuraya qədər xüsusi önəmə malikdir ki, onu qaçırtmayın o fürsəti. Çalışın o 10 günü, xüsusən o 10 günü Həyat Uzun proqramını elə tənzimləyin ki, məclislərdə iştirak edə biləsiniz. Yəni yenə də deyirəm, kim qazandı özü qazandı. O məclislərdə göydən yerə nur yağır. Fəzilətlərin sərgisidir. İnsan dəyişə bilir. Bir ömür belə deyək, topladığı günahları bir anın içində əridə bilir. Mən hədisləri keçən il demişəm, vaxt yoxdur deyim. Bir anın içində deyir, vəcəbət ləhul cənnət, cənnət ona vacib olar. Çünki bu qəribə iş görür. Yəni gəlirsən ruhu təslim edirsən o məclisdə İmam Hüseynə, özü əməliyyat eləyir. Ruhun üzərində ruhu təmizləyirsən, yola salır. Hər gün bu 10 gün xüsusi önəmə malikdir. Qalan da ki, elə 60 gün bizim xalqımız bu əzanı saxlayıb, həm də bu bizim xalqımızın böyük bir sərmayəsidir. Aşura bizim varlığımızdır, bir millət kimi varlığımızdır. Aşura bizim tariximizdir, bugünümüzdür və gələcək.